psixiatriya sahəsində tibb elminin inkişafı, yeni müalicə üsullarının tətbiqi və tibbi texnologiyaların imkanlarının genişlənməsi, qanunvericilik bazasının da müasir tələblərə uyğun təkmilləşdirilməsini zəruri edir. Bu sözləri Parlamentin Səhiyyə Komitəsinin iclasında komitə sədri Əhliman Əmraslanov dedi. Onun sözlərinə görə müzakirəyə təqdim olunan layihədə psixiatriya yardımının göstərilməsi prosedurlarının təkmilləşdirilməsi, psixi pozuntusu olan şəxslərin diaqnostikası və müalicəsi ilə bağlı məsələlərin, eləcə də bu sahədə mövcud münasibətlərin daha dəqiq tənzimlənməsi məqsədi ilə bir sıra dəyişikliklər nəzərdə tutulur. Bütövlükdə psixiatriya, əhaliyə göstərilən psixiatriya yardımı, bu xəstələrin müalicəsi və diaqnostikası bir neçə illər bundan qabaqki səviyyədə deyil. Bu xəstələrin diaqnostikasında burada həkimlər bilir, əvvəllər əsasən biz subyektiv faktorlardan istifadə edərək bu xəstələrə diaqnoz qoyurlar, bizim mütəxəssislər. İndi isə artıq mütəxəssislərin əlində çox dəqiq, obyektiv müayinə üsulları var, meydana çıxıb. Bu da innovativ texnologiyaların inkişafıyla bağlıdır. Əvvəllər yalnız bu xəstələrə biz elektroensefalografiya deyilən bir üsuldan istifadə ediriksə, bu günləri artıq emisyon kompüter tomografiya üsulu, kontrastlı nüvə, maqnit müayinəsi üsulu, PET-CT deyilən müxtəlif izotoplardan istifadə etməklə, burada əsasən şəkər tərkibli izotoplardan istifadə etməklə tətbiq olunan dəqiq topik müayinə üsullarından, laborator müayinələrdən artıq genetik laborator müayinələri bu xəstələrin diaqnostikasında çox geniş istifadə olunur və bu diaqnostikada böyük əhəmiyyəti var. Parlamentin Sosial Qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qeyd etdi ki, psixiatriya yardımı haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi psixiatriya yardımı sahəsində qanunvericilikdə mövcud olan hüquqi boşluqların aradan qaldırılması və bu sahədə qaydaların təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Layihədə dəyişikliyin əsas fabulası nə qədər paradoksal olsa da tibb sahəsi üzrə deyil, bu sahədə mövcud olan hüquqi qaydaların təkmilləşdirilməsi ilə bağlı məsələlərdir, hüquqi tənzimləmə mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Çünki qeyd etdiyim kimi, həqiqətən psixiatriya yardımı sayəsində müəyyən mənada qanunvericilikdə istər preventiv xarakterli, istərsə də hal-hazırki şəraitdə dəyişikliyə ehtiyac vardır. İkinci dəyişiklik, daha doğrusu dəqiqləşdirmə xarakterli dəyişiklikdir. Bu, bilavasitə qanun nümayəndəliyi müraciəti ilə bağlı olduğu kimi redaktədə qalır. Onlar ənənəvi qaydada müraciət edəcəklər və müvafiq məsələnin rəhbərliyi müdiriyyəti tərəfindən 2 iş gün ərzində onlara məlumat veriləcəkdir. Və şəxsin özünün müayinədən imtina edilməsi ilə bağlı məlumatlarında elektron sağlamlıq sisteminə daxil edilməsinə bağlı 10.2-ci maddəyə yeni əlavə dəyişiklik edilir. Digər 2 dəyişikliklə bağlı tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və digərlərinə təhlükə yaradan şəxslərin stasionar müalicəsi ilə bağlıdır. Nəzərə alsaq ki, pasientlərdən təcrid olunmaqla stasionar müalicəsi və rejim qaydalarına əməl edilməsi qaydaları yeni dəyişikliklərdə təsbit olunur. Ona görə də qanuna yeni 12.4-cü və 24.2 prim 1-ci maddələrin əlavə edilməsi də nəzərdə tutulur. Qeyd edək ki, qanuna əsasən psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyac olub-olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədi ilə həyata keçirilir. Qanun layihəsinin plenar iclasda müzakirəsi gözlənilir.